Deyir sizin idman boş idmandır. Əgər elə olmasaydı UFC-dən adınız çıxardı, UFC-də tanınardınız, MMA-da tanınardınız. Birincisi, əslində axtarsaydım tapardım. Bir Serbiyalı var, Real Aikido ilə məşğul olubdu. Səhv etmirəmsə soyadı Joshevich idi. O dəfələrlə qəfəs döyüşlərində qalib olub. Bilmirəm hansı reytinqli, hansı döyüşlərdə olub, amma biz o vaxt bilirdik, elə mən uşaq idim. Eşidirdik ki, Real Aikidoçudur, amma MMA-da özünü sınayıbdı. Demək istədiyim nədir? Yarış olan idmanlar var, yarışı olmayan idmanlar var. Real Aikido 7 ölkə prezidentinin şəxsi can güdənlərini hazırlatmış bir sistemdir. Ölkəmizdə də indi güc strukturlarını polkovnik rütbəsinə qədər hazırladığım tələbələrim var. Bu boş şey ola bilməz. Siz necə boş şey deyə bilərsiniz ki, polis gedir, hansısa bir cinayətkarı fəndə salır, götürür, aparır və onu zərərsizləşdirir. Və sən gəlib deyirsən ki, boş şeydir, çünki polis gedib MMA-da döyüşməyib. Nə qədər bu absurd fikirdir. Bir danışanda, yazanda heç olmasa fikirləşin də. Yəni və əsas da məsələ odur ki, bunu yazanlar adətən idmandan xəbəri olmayanlardır. İdmandan xəbəri olan nə qədər kickboksyor, nə qədər karate, nə qədər MMA, nə qədər başqa idman növlərindən dostlarım, tanışlarım var, çempionlar var, federasiya rəhbərləri var. Bizim tədbirlərimizdə iştirak edirlər, alqışlayırlar bizim idmanı da, bizim idmançılar da, bizim gördüyümüz işlər də. Onların bircəciyi heç vaxt deməyib ki, bu boş idmandır. Çünki peşəkar ümumiyyətlə elə şeyə yol verməz, elə şey deməz.